Bu hadisə Naxçıvanda, daha dəqiq desək Culfada baş verib. Oqtay Qasımov Culfa rayonuna prokuror köməkçisi təyin olunandan bir neçə gün sonra Naxçıvan Muxtar Respublikasının prokuroru Elmar Qarayev Oqtay Qasımovu çağıraraq deyir ki, ağır bir cinayət baş verib, məsələ dəqiq araşdırılmalıdır. Çünki baş verən bu hadisə təkcə amansızlığı ilə deyil, vicdansızlığı, əxlaqsızlığı ilə də diqqət çəkirdi. Hadisə Naxçıvanda əks-səda doğurmuşdu. Bir şəxsi qəddarlıqla öldürüb tualet kanalizasiya anbarına, yəni çəninə atmışdılar. Meyit çirkabın içində idi, bəs qatil kim idi, qətl niyə törədilmişdi? Əslində cinayətin bura qədər olan hissəsi də yetərincə dəhşətlidir. Burada söhbət bir qətldən getmirdi, həm də mərhumun cəsədinin tualetə atılması mövzuydu. Lakin hadisənin kimin və kimlərin tərəfindən törədildiyi bilinəndə dəhşətin miqyası daha da böyüyür. Başlayaq. Culfadan Muxtar Respublikaya sıçrayan bu hadisənin kimin tərəfindən törədilməsi hamını maraqlandırırdı. Beləliklə 40 yaşlarında olan kişi meyidi kanalizasiya çənindən çıxarılır, kimliyi müəyyənləşdirilir, ölən şəxsin arvadı gətirilərək meyit ona təqdim olunur. Arvadı həmin meyidin ərinin meyiti olduğunu təsdiq edir. Lakin onun kim tərəfindən öldürülməsi və öldürülə biləcəyi ehtimalı barədə məlumatının olmadığını deyir. Müstəntiq işini görməkdə olan prokuror köməkçisi Oqtay Qasımovun ilk işi təbii ki, mərhumun yaxınlarını və qonşularını danışdırmaq olur. Mərhumun yoldaşından ərinin qardaşı harda olduğu soruşulur. O cavab verir ki, qayını Meğri rayonundadır və orada fəhlə işləyir. Prokuror köməkçisi Oqtay Qasımov həmin şəxsi tapmaq və dindirmək üçün Naxçıvana gətirilməsi barədə tapşırıq verir. Ertəsi gün mərhumun qardaşı Culfaya, prokurorluğa gətirilir. Dindirilmə zamanı o bildirir ki, hadisə baş verən gün işdə olub, yəni Meğridə olub. O fikrini sübutlarla da əsaslandırır. Deyir ki, Meğridən ora Naxçıvana gəlməsi və Culfaya getməsi, qayıtması zaman etibarı ilə həmin müddət ərzində mümkün deyil. Çünki həmin müddət ərzində qatar reysi belə, yəni sərnişin qatar reysi belə yoxdur. Daha bir məsələ isə o Meğridən Culfaya gəldiyi halda bilet almalıydı. Bu yolla da onun gəlib getdiyi bilinə bilərdi. Lakin mərhumun qardaşının postlarda, buraxılış vərəqələrində, biletlərdə, sərhəd nəzarətində adı, izi tozu yox idi. Belə görünürdü ki, o düz deyir və qardaşının ölümündə onun əli yoxdur. Lakin Oqtay Qasımov belə düşünmür. Həmin şəxsin bu qədər inandırıcı ifadəsindən sonra da məsələnin sapını, ipini buraxmır. Həmin şəxs dindirildikdən sonra buraxılsa da müstəntiq özünə bir məsələni sübut eləməyə çalışırdı. Görəsən, o qısa müddətdə qardaşını öldürüb yenidən Meğriyə qayıda bilərdimi? Bilərdisə, hansı yolla? Bunun üçün Oqtay Qasımov dəmir yol vağzalına yollanır. Məqsədi şübhəlinin dediklərini şəxsən yoxlamaq idi. Stansiyaya çatdıqda qatarın gəlməsini gözləyir, vağzalda hərəkət edən yük vaqonlarını müşahidə edir. O artıq yaxşı bilirdi ki, əgər şübhəli doğrudan da Meğridən Culfaya gəlmişdisə, bunu sərnişin qatarı ilə yox, məhz elə yük vaqonlarında həyata keçirmişdi. Yəni, yük vaqonunda gəlib getmişdi. Çünki sərnişin qatarlarının hərəkətinin qrafiki onun dediyi, yəni qətlin törədildiyi vaxtla uyğun gəlmirdi. Sərnişin qatarlarının grafikinə baxsaydıq, şübhəli şəxsin üzərindən şübhələr çəkilirdi. Müstəntiq Qasımov qatar maşinistləri ilə söhbət edir, soruşur ki, nə vaxt çıxırsınız buradan? Maşinist cavab verir ki, 5 dəqiqəyə, yəni yaşıl işıq yanan kimi yola düşəcəyik. Müstəntiq onu da öyrənir ki, yük qatarı təxminən saat yarıma Meğriyə çatır. Maşinistlə söhbəti bitirən müstəntiq yaşıl işıq yanan kimi gizlincə tullanıb yük vaqonlarından birinə minir və üz tutur Meğriyə. Əlində heç bir sübutu olmayan müstəntiq ilk olaraq təcrübəni öz üzərində aparır. O, prokurorluq işçisi olduğunu desəydi, sərhədçilər, maşinist, dəmiryol rəhbərliyi ona mane olmayacaqdılar. Lakin
Oqtay Qasımov bilmək istəyirdi ki, müstəntiq kimi yox, bir fəhlə kimi, yoldan ötən kimi gizlənərək yük vaqonlarında sərhədi keçmək, sərhədçilərin diqqətindən yayınmaq olarmı? Beləcə, müstəntiq imtahandan uğurla keçir və o sərhədçilərə yaxalanmadan Meğriyə çatır. Artıq o, mərhumun qardaşının əsas iddiasını məhv eləmişdi. Qardaş Meğridən Culfaya gələ bilər, eləcə də gecə ilə də geriyə qayıda bilərdi. Yəni, bunu Qasımov öz hərəkət trayektoriyasından həyata keçirir və öncə özünə, sonra da növbəti mərhələdə lazım olacaq hər kəsə sübut eləmək üçün əlində əsas olur. Meğriyə çatan kimi müstəntiq dəmir yol polisinə gedir, həmin maşinisti çağırtdırır, maşinist müstəntiqi görəndə çaşır. Deyir, axı biz səninlə Naxçıvanda görüşmüşdük. Bu necə oldu? Necə məndən tez gəlib bura çatdın? Beləliklə, Oqtay Qasımov maşinistin və polisin imzası ilə yük qatarında Culfadan Meğriyə gəlişini protokollaşdırır, əlinə sübut kimi götürür və yenidən yük qatarı ilə Culfaya qayıdır. Müstəntiq mərhumun qardaşının izinə təsadüfən düşməmişdi. Çünki o, qətl hadisəsi ilə bağlı qonşuları, tanışları danışdırdıqda tükürpədən məlumatlar almışdı. Bir neçə nəfər ifadə verərək bildirmişdi ki, mərhumun həyat yoldaşı yüngül xasiyyətli qadındır. O, əri ola ətrafda bir neçə şəxslə münasibət qurub. Son vaxtlarsa qonşular qadının öz gənc qayını ilə münasibətdə olduğundan şübhələnməyə başlayıb. Mərhum isə qonşuların sözlərinə görə ruhi problemlərdən əziyyət çəkirmiş. Yəni, ona başdan xarab deyirlərmiş ətrafdakı insanlar. Bundan istifadə edən yoldaş və qardaşı son vaxtlar demək olar ki, ər-arvad kimi yaşayırlarmış. Oqtay Qasımov qadını dəfələrlə dindirir. Hər dəfə dindirmə təxminən 6-7, bəzən 8 saata qədər çəkir. O, eyni məsələ ətrafında qadından təkrar izahatlar alır. İfadələrdə fərqliliklər aşkarlandıqca, müstəntiq diqqətlə izləyir, sualları daha da dəqiqləşdirir. Qadın gah bir söz deyir, gah başqa birinə keçir. Gah da fikrini dəyişir. Nala mıxa vurmaqdan yorulan qadın sonda təslim olur və cinayəti açır. Boynuna alır ki, ərini elə qardaşı, yəni qadının qayını öldürüb. Bu dəhşətli hadisə isə belə baş verir. Qadın deyir ki, o ərindən yaşda kiçik olan qayını ilə yataqda olarkən, həmin anda əri otağa girir. Bu zaman təbii ki, münaqişə baş verir. Əri onlar deyir ki, rədd olun buradan. Bu zaman yerdə orta ölçülü məişətdə istifadə olunmaq üçün sadə bir daş olub və qayını daşı götürərək ərinə tərəf atıb. Daş da tərs kimi düz ərinin gicgahına dəyib və əri yerə yıxılıb. Bir daş zərbəsi ilə ölən şəxs həm arvadını, həm də qardaşını şoka salır. Lakin onlar çox keçmir, vəziyyətdən çıxış yolu axtarır və izi itirmək qərarına gəlirlər. Beləliklə, bədbəxt qardaşın bir daş zərbəsi ilə ölən bədənini sürüyüb tualet anbarının yanına gətirirlər. Onu çirkab sularının içinə atıb həyatlarına davam edirlər. Ən pisi isə odur ki, onlar bu hadisədən sonra da qətl törədilən evdə yenidən yatağa girirlər. Məhkəmə prosesində müstəntiq hiss edirdi ki, prokurorluqda işləyən bir həmkarı ona qarşı paxıllıq edir. Həmin şəxs düşünürdü ki, yəni paxıllıq edən şəxs düşünürdü ki, bu işi məhz müstəntiqə tapşırmaq lazım idi. Nəinki prokuror köməkçisinə. Yəni prokuror köməkçisi bu işi müstəntiq işinin altına girməyi həmkarını qısqandırmışdı. Həmin müstəntiq hakimə tez-tez irad bildirir, belə bir hadisəni, yəni qardaşın qardaşı öldürməsi mümkün olmadığını deyirdi. O ifadələrin yalan olduğunu, təqsirləndirilən şəxsin məcbur edildiyini iddia edirdi. Hadisə ilə bağlı əşya dəlilin olmadığını əsas gətirirdi. Bu iddialardan sonra Oqtay Qasımov məcbur qalaraq 80 tonlu çirkab şambosunu yanğınsöndürən maşınlarla çəkib oradan başqa yerə boşaltdırır, quyunu təmizləyir. Çünki qadın demişdi ki, qardaşı ərini öldürdükdən sonra onun cibindən çıxan 3 manatı götürmüş və cib darağını da meyidin atıldığı kənə atmışdı.
çirkab suyu boşaltdırılır və həmin daraq tapılaraq istintaq işinə əlavə olunur. Təqsirləndirilən şəxs bildirir ki, qardaşını öldürmək niyyəti olmayıb. Onu qorxutmaq istəyərkən daş onun gicgahına dəyib. Cinayətin davamını isə qorxudan edib, həbs olunmasını istəmədiyi üçün qardaşının cəsədini itirməyə görə kanalizasiya çəninə atıb. Məhkəmədə həm qadının, həm də kişinin təqsiri sübuta yetirilir və 1963-cü ilin sentyabrında baş vermiş bu cinayətə görə qardaş qatili 10, xəyanətkar və təqsirkar qadın isə 8 il azadlıqdan məhrum edilir.